Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebiyina Muhammed ve ala alihi ve sahbi ecmain. Deməli belə, değerli qardaşlarım, bu 77 sifət Əlxan Musayev, bilirsiniz, illərlə ölkəmizdə 24 il ərzində təkfiri təbliğ elədi, gizli, xavarci təbliğ elədi. Onun sayəsində minlərlə, hətta 10 minlərlə insan təkfirçi, xavariciliyi zəhərləndi, ailələr dağıldı. Və onun pis bariz nümunəsi sonra Suriyada ortaya çıxdı. İraqda bunun fətvası nəticəsində ora gedənlər gedib orada müsəlmanları qırdılar. O işitçi, qəddarlar baxmırdılar. Əhl-i sünnə, əhl-i şiə, hər kəsi qırıb tökürdülər. Hətta xristiyanları belə, ələviləri belə, yəni özündən olmayan bütün insanları qırıb tökürdülər. Deməli, bu 77 sifət Əlxan Musayev 10 ilə yaxında ölkəmizdə yox idi. Bilirsiniz, o Suriya fətvalarından sonra qaçıb getmişdi, başqa ölkədə yaşayırdı. Arada gəlib gedir, amma təbliğatla məşğul ola bilmirdi. Əlhamdülillah ölkəmizdə həmişə də bilirsiniz də heç vaxt əhl-i sünnə, əhl-i şiə problemi olmayıb. Həmişə insanlar sülh içərisində yaşayıb. Allah həmd olsun. Bu 10 il ərzində olmayanda, yəni hansı ki o müharibənin qızğın vaxtlarında olsun, Suriyada və ya İraqda olsun, yəni əlaqədə olduğu Abdullah Yolcu olsun, hansı ki o vaxt Əhrar-ı Şamı dəstəkləyirdilər, sonra Ceyş-ül İslamı dəstəkləyirdilər, bu Adnan Arunun rəhbərliyində olan, o hansı ki Suriya müharibəsinin banelərindən birisi, fətva verib insanları küçəyə tökələnlərdən birisi, IŞİDin belə güclü yaranmasında səbəbkarlardan birisi ki, sonra İraqa keçdilər və minlərlə, demək olar ki, milyonlarla insanı qırdılar. Bu onun ərzində onlarla yaxın oldu, o radikal qruplaşmaları dəstəklədi, nə qədər insanlar öldü, getdi. İndi ölkəmizə qayıdıb, məsələ elə qoyub ki, güya Azərbaycanda sünni şiə problemi var. İndiyə qədər təbliğatçıların apardığı təbliğat güya ölkəmizdə problem yaradıb, sünni şiə problem, bu xilaskardır, bu birliyə çağırır. Ay, saxtakar. Sünni şiə hər zaman qardaşlıq Azərbaycanda olub tarix boyu və olacaq da, heç kimsə bunun qarşısını ala bilməz. Əksinə, sənin kimi saxtakarların Azərbaycanda 24 təbliğat ərzində təbliğat etdin, nə qədər insan təkfirçi, xavaricilər çoxaldı, 10 minlərlə. Onlar elə əhl-i sünnə, əhl-i şiə, hər kəsə, qardaşlara kafir dedilər, ailələri dağıtdılar, sonra gedib Suriyada gəbərdilər. Bu İxtilafın əsasında sən varsan bu 24 il ərzində, nə qədər insanlar xavaricilər və indi də o xavaricilərlə bərabərsən və onların oturanda tamamilə başqa şey danışırsan. Azərbaycan xalqını elə gizli səsi ortaya çıxdı, hamısını təkfir elədin, fitrət məsələsi. İndi özünü cəmaat aldatmaq üçün güya bu sünni şiə qardaşlığından danışır. Yaxşı, bu 10 il ərzində o IŞİDi dəstəkləyəndə hardaydın? O Suriyadakı İslam ordusu, Ceyş-ül İslam, Əhrar-ı Şam, nə bilim nə, onları dəstəkləyəndə hardaydın? Abdullah Yolcu ilə bərabər olub o fitnələrdə olduğunda hardaydın? İndi Azərbaycana qayıtmısan və görürsən ki, sənin fətvalarından sonra toplumda heç kimsə səni qəbul etmir. İndi yeni bir iki sifətliyə başlamısan. O da ortaya çıxdı, Allah həmd olsun. Bilirsiniz, bir insanın iç yüzünü ən yaxşı nə ortaya çıxardı? Ətrafı. Artıq ətrafında danışırlar ki, bu birdən-birə belə şeyə görə niyə başlayıb da, yəni nə məsələdir? Ölkədə problem mi var, yəni sünni şiə problemi varmı ki, bu başlayıb, üzərinə vəzifə götürüb? Deyirlər ki, yox, fikir verməyin, bu publika üçündür. Əsas məqsəd odur ki, ətrafına yığsın hər kəsi, xavaricləri, təkfirçiləri, işçiləri və desin ki, mən hər kəslə bərabərəm, güya bu elə müsəlman ki, hər kəs ətrafına yığır və bunu istifadə eləmək üçün əhl-i şiə qardaşlarımız da aldatmağa çalışır və bunun bu yeni proyekti budur. Düzdür, əvvəl istədi ki, ölkəmizdə təkfirçilik, xavariciliyi yaysın, hamısını kafedə bir yerə yığırdı. Normal insanlarla bu təkfirçiləri ki, təkfirçilik artsın, artdı da bir 50% artdı. O proyekt də alınmadı, çünki o proyekt haqqında elm əhli danışandan sonra o proyekti də boşa getdi. Çünki bu proyektlər bilinir ki, ölkəmizin proyekti deyil. Yəqin ki, hansısa bir xarici ölkələrin, qərb ölkələrin, bilinmir hansı ölkənin proyektidir. Ortaya çıxır, tədricən artıq ortaya çıxır ki, bu ölkəmizin proyekti deyil. Çünki ölkəmizdə ehtiyac yoxdur, hamımız sülh içərisində yaşayırıq, məscidlərimizdə namazlarımızı qılırıq.
birdən-birə məsələni şişirdi. Güya Azərbaycanda sünni şiə problemi var. Sonra hamımız bir olmalıyıq. Amma bir olmaq altında da təkfirçiləri, xavaricləri, işitçiləri bir yerə yığır və ətrafı danışığından da ortaya çıxdı. Elhamdülillah ki, bu belə danışmanın əksinə təkfirçi, işitçi və dinini sevən, vətənini sevən, normal gündəlik ibadətlər edən əhl-i şiə qardaşları da bu proyektə cəm eləsin. Yəni, xavari, təkfirçi, işitçi, o normal insanları da bu yola dəvət eləsin, hamımız bir olmayı adı altında və dəstək alsın və bu fikirlərini daha çox cəmiyyətdə yaya bilsin. İndi bildiniz bunun dərdi neymiş? Allah həmd olsun ki, bunun iç yüzünü ifşa elədi. Hardan bilirik bunu? Ətrafı danışır. Ki, yanında olan təkfirçiləri, işitçiləri, yəni onları biraz rahatlaşmaya çalışır. Narahat olmayın, bu danışıqlar ona görədir ki, bu qardaşdan danışır ki, əslində onların da normal gündəlik ibadədən elə əhl-i şiənin də dəstəyini alsın. Onlar da bizə qatsın ki, gücümüz çox olsun, daha böyüyə, ictimaiyyətdə ayağımız yer tutsun. Bildiniz bu saxtakarın proyekti nədir? Ona görə də əlhamdülillah Allah təala bunu kəşf eləyir. Bu əvvəl də belə bir proyektlər işləmişdi. Yadıma gəlir o vaxtı bu başqa bir proyekt idi. O Mustafa İslamoğlu'nu Azərbaycana gətirmişdi o vaxtı ki, Hamas modelini yaratmaq. O vaxtı Azərbaycana gələndə onda bəlli bir ölkələrdən birisi onu dəvət eləmişdi. Qonşu ölkələrdən birisinin adamlarından birisi onu dəvət eləmişdi. Onu dəvət edəndən sonra vətənə xəyanətdən həbs olundular. Əsas neydi? Onu Azərbaycana gətirmək, burada Azərbaycanda əhl-i sünnə və əhl-i şiə arasında Hamas modelini yaratmaq ki, hamımız bir olmalıyıq, kafirlərə qarşı birləşməliyik. Əslində bu hamımız kafirlərə qarşı birləşməliyik müəyyən bir ölkənin insanları aldatmaq üçün proyekt idi. Bununla öz maraqlarını həyata keçirir. Bunu Hamas modelində gördük. Haması oradan qızışdırdılar və sonra Qazzanı xarabalığa çevirdilər. Bilindi ki, bu Hamas da hansısa bir ölkənin oyuncağın. O proyekti o vaxtı həyata keçirmək istədilər Əlxan Musayev əli ilə. Əlhamdülillah o zaman media vasitəsilə bütün bu proyektlər ifşa olunandan sonra Əlxan Musayev də bərabər o proyektdən sonra çıxdı, getdi ölkədən. İndi yenidən, düşünün 10 il keçib üzərindən proyekti yenidən xoda salıblar deyək. Bu dəfə isə yəni bunun bu batil proyektinə ki, təkfirçi, xavar, işitçi, onları gücləndirmək üçün cəmiyyətdə, bilirsiniz, təkfirçi, xavar, işitçi cəmiyyətdə tanımır və insanlar onlara dəstək vermirlər və onlar yəni tədricən, onlara güc verməyən olanda tədricən ictimaiyyətə, cəmiyyətə qarışırlar, gündəlik həyat tərzinə qayıdırlar. Əlxan isə onları qoymur, deyir, bir olmalı, qardaş olmalı, onları yenidən dəstək verir. Çünki onların elm əhli yoxdur. Bu isə onlara elm əhlini üzərinə götürür və deyirlər ki, təkfirçi, işçi, xavariclər, Əlxan Musayev bizim imamımızdır, rəhbərimizdir, o bizi bir yerə yığır, daha da onları neyinir? Gücləndirir, motivasiya verir. Və bunun da cəmiyyətdə ayaq tutması üçün neyniyib? Əhl-i şiə qardaşları da buna cəlb eləmək istəyir ki, hamımız bir olmalıyıq, gəlin. Əslində məqsəd nədir? İşitçilik, təkfirçilik, bu xavaricləri gücləndirsin cəmiyyətdə və dəstək alsın. Əhl-i şiə qardaşlarına dəstəyini alsın. Ona görə çıxır ümumi hədislərdən danışır və elə də danışır ki, güya Azərbaycanda problem varmışdı əhl-i sünnə, əhl-i şiə arasında da bu xilaskərdir, gəlib bu məsələləri həll edəcək. Amma sonra ortaya çıxır ki, məqsəd nədir? Bu çıxışlardan ayaq tutsun və təkfirçilər, xavariclər, işitçilər, dövlətə kafir deyənlər, dövlət başına kafir deyənlər, ordumuza yəni tağut deyənlər, tağutun əskəri deyənlər, düşünün, şəhidlərimizə pis-pis ləqəblər qoşanlar bütün bunları bir yerə yığsın və gündəlik namazını qılan, ibadətini edən, yəni həyatını, ailəsinə bərabər olan, xalqını, vətənini sevən dindarlar, istər əhl-i sünnə olsun, istər əhl-i şiə olsun, onlar da bu proyektə qatsın. Yəni bu böyük bir proyektdir. Allah bunu məhv eləsin. Tədricən bu proyekt ifşa olur. Allah həmd olsun. Ətrafı danışır və bu ətrafı danışma nəticəsində Allah həmd olsun. Proyekt nədir? Ortaya çıxdı ki, bunun niyyəti ayaq tutmaq üçün ölkəmizdə işitçilik, təkfirçilik, xavariclik, dövlət əleyhinə yəni nifrət hissi ilə oyanan dindar toplumun yaranması, dindar kütlənin yaranması, dövlət əleyhinə nifrətlə, hakimiyyət əleyhinə nifrətlə, rəhbər əleyhinə nifrətlə, xalq əleyhinə nifrətlə, dövlətçi əleyhinə nifrətlə belə bir yəni toplum, dindar kütlə yaratmaq və kütləni idarə eləmək və burada məsum insanları da qatmaq ki, istər əhl-i sünnə olsun, istər əhl-i şiə olsun, ayaq tutsun cəmiyyətdə ki, bu həqiqətən də birliyə, bərabərliyə çağırır. Allah bunun fitnəsindən qorusun. Yəni bu böyük bir proyektdir. Yəni ehtimal ki, araşdırmalı bunu göstərir ki, bu
ya qərb ölkələrinin proyektidir və ya hansısa ki, ölkəmizi sevməyən, ölkəmizin inkişafını, tərəqqisini bəyənməyən, ölkəmizdəki müsəlmanların bir yerdə qardaşlığının daima illər boyu bir yerdə olmasını istəməyənlər və təfriqə salmaq istəyənlərin proyektidir və buna bir proyekt veriblər, buraxıblar ortaya. Allah bunu ifşa eləsin və ifşa da olur, Allah həmd olsun. Allah bunu zəll eləsin. Qardaşlar, dua edin. Yəni, həqiqətən də bu böyük bir proyektdir. Allah həmd olsun ki, bunu Allah Teala verdiyi elm sayəsində, bilik sayəsində, yəni normal vətənli, millətini sevən elm əhli, ilahiyyatçılar bu proyektlərdən agah oldular, açdılar və mənə də bu barədə çox yardım etdilər və özləri də mənə mesajlar göndərdilər ki, yəni bəlkə bunu sən açıqlayasan, hamımız bilirik ki, bu proyektdir və bu bir şərdir. Hər kəs də məlumat topladı və ortaya çıxdı ki, yəni bu böyük bir proyektdir vətənimizə, birliyimizə, bərabərimizə qarşı. Amma ki, başqa modellə, güya bu, yəni ölkədə problem var da əhl-i sünnə şiəni birləşdirir. Hansı ki, bizdə problem yoxdur, hamımız bir olmuşuq. Biz problemdir ki, birləşdirirsən, hamımız onsuz da birik də. Sadəcə bu, ümumi danışaraq, amma deməli, təkfirçilik, xavarici, işitçilik və dediyimi o batil, vətən, xalq əleyhinə olan fikirlərin yayılmasını, ayaq tutması üçün bu ifadələrdən iştirak edər, hamısını bir yerə yığmaq və məsum insanları da bu proyektə qatmaq ki, cəmiyyət arasında, toplum arasında, ailəli arasında bunun bu batil proyekti ayaq tutsun. Qardaşlar, dua eləyin, Allahımızdan razı olsun, xalqımıza, millətimizə qarşı belə şər qüvvələri Allah məhv eləsin. Ona görə də Əlxan Musayev kimi təbliğatçı nə qədər ölkəmizdə gizlin və belə təbliğat aparacaqsa, heç zaman ölkəmizdə radikallıq, belə ölkəmizə, xalqımıza qarşı olan nifrət, dövlət əleyhinə nifrət daşıyan dini kütlələr çoxalacaq. Allah bunu şərindən qorusun xalqımızı, vətənimizi, ölkəmizi. Amin.